Salam, Master qrup əhli, ustalara da salam hamıya. Bugünkü işimiz 2 ədəd 45 kW-lıq bayınmaq yovuşmalıdır. Demək, bu arada nerj kollektor olacaq. Darıskalı olsa da yığışdırıcı. Kollektorda haradasa 4 ədəd vilo masası olacaq. Bu zirzəminin radiator və istipoz kollektorudur, qarışdırıcı ilə 300 litrlik boiler olacaq, raşiritelli 100 litrlik və plakalı esenger olacaq burada 5000 kilokalorili. Buradakı işlənən latunlardır. İndi xırda yığa çəkib göstərəcəm. Biz neynədik? Kollektoru dəncə qabı bu cürlə qoyduq. Bu boilerə qızdıracaq. Bu boilerin girişindəki esengeri qızdıracaq 50 minlik. Bu 2 dənəsi də bypassla qoymuşam. Biri bəs eləyir evə. Nerj kollektor yerləşmədi bura. Onun üçün bronza ilə yığdıq. Yerimiz darısqaldı. Bu cür buradan başlayacaq yığa. Gətirib bunlara qoşacaq. Bunu qoşacağım oradan. Bu da 50 minlik esengerdir. Bu da 300 litrlik boilerdir. Bu da genişləmə çəni. Xırda yığacağım. Çəkər qoyacağım bura. Bu hissəni yığdıq. Formada oynaq Amerikanka, klapan, ventil. Bu qismdədir həmçinin. Burada yer olmadığından belə bir şeylədir. Yəni qaldı boilerə gedənlər. 3 yollu vana qoyuldu. Gəldi. Burada arxa çıxış manometr olacaq. Burada elektrotermodatçik olacaq. Bunları bura qoşuruq. Evin adabilen sisteminə qoşulacaq. Sonra keçəcək o hissəyə. Hələlik bu qədər. Belə bu hissəni yığdıq. Dövriyə xəttlərimi verdim. Buradan bir doldurma verəcəm ora. Katyola. Burada genişləmə çəni olacaq. Və bu qoşulacaq bura. Bura isti soyuq sulardır. Bura qalıb. Deməli, mən müvəqqəti qazanları xodladım. Yəni, udlinetillə də olsa xodladım. Stipola istiliyi verdim. Ev biraz qızsın. Hələlik birini xodlamışam. İndi buraların sifonunu yığacam. Və o 2 xət qalıb. Esenger boiler. İndi buralara yığa gedirəm. Belə. Demək, bu sistemi də yığdıq. Padval ərazisinin, yəni istipollarını işə saldıq. 35 dərəcə qoymuşuq. 35-də göstərir. Müvəqqəti qoşduq. Dövriyə xətləri hamısı yığılıb. Bu evin dövriyə xətləridir. Demək, burada da həyətin dövriyə xətti var 2 ədəd. Bu da 25-80 dövriyə nasosıdır. İndi isti sular və soyuq sular qalıb həyətə gedən. Və evin isti soyuq suları qalıb. Boileri qoşulacaq. Müvəqqəti qoşulub, bu da işləyir. İşləyə vəziyyətdədir. 55 dərəcə qoyulub. İndi buranı da qoşub yekunlaşdıraq yavaş-yavaş. Demək olar ki, yekunlaşdırdıq. Burada dövriyə xəttidir. Evin hər hamamın öz dövriyəsi var, aralı olduğuna görə. Bunlar zirzəminin 6 qol isitmədir, 4 qol radiatordur. Yəni burada qarışdırıcı qrup qoymuşam. Temperatur fərqi yaranmaq üçün. Buradan gəlir. Dövriyə nasosudur.
İsti suyun 25'in 7'yə bu hava frijoru qoymuşam. 300 litrlik boilerdir. Girişində burada 8 barlıq əmniyyət ventili olacaq. Bu 50.000 kilokalorilik esenjordur. Boilerin gücünü artırmaq üçün demək olar ki, soyuq su yox, isti su girişinə elə bil ki, soyuq əvəzinə isti girəcək bunun sayəsində və 300 litrlik boiler tam 3-4 nəfər çimsə də, yəni işlədilsə də yenə də isti qalacaq. Bu da yəni qızmı olsa burada bar artırsa əgər bu onu qoruyacaq. Yəni tez-tez əmniyyət ventili atmağa qoymayacaq. Və burada hava frijolardır, yəni ən üst hissədə hava qalmasın deyənə. Burada indi birini də qoyacağım, çatmır o. Yəni bu nasoslardır, orada biri esenjörü qızdırır, biri boileri qızdırır. Bunlar ikisi evini qızdıracaq. Bu 3 yollu vanadır. Burada yəni elektron termostat olacaq. Burada evə gedən xəttlərdir, indi işləyir. Burada daçkin yeridir, manometre vurulacaq bura. Bu raşiretel genişləmə bakı, yəni bu kombinin özündə olsa da yenə əlavə qoymuşam həcm artırmaq üçün və doldurma sistemində burada tənzimləyici qoymuşam, yəni 2-dən yuxarı qaldıra bilməsin, qaldırıb daşırtmasın. Və burada belə bir şey var. Slivləri çəkəcəm. Burada belə bir şey eləmişəm. Baxın. Burada 2 variant, 3 variant var idi. Bir budur. Bunun çıxışını görürsünüz. 32-nin 20-yə. Bu da 32-nin 20-yə. Deşilən görürsünüz. Və mən bunu qoşmuşam. 32-nin 20-yə qoşmaq üçün, yəni buradan artıq 25-in 20-yə qoşmuşam. Yəni həcmi boğmamaq üçün. Yəni bu üçünün arasında fərq açıq-aşkar görsənir. Bak, burada var. Niye burada elektrik işi qalıb? Onları da eləyib çəkəcəyim. Bunu da tava ilə çəkdim. Belə.